dini dəyərlər ictimai, siyasi və dünyəvi işlərdən uzaqdırmı? Bu nə deməkdir? Bilirsiniz, cəmiyyətdə sekulyarizm deyilən bir anlayış var. Deyirlər ki, biz dünyəviliyin tərəfdarıyıq. Əslində demək istədikləri budur ki, bu din dünya üçün göndərilməyibdir. Bu din axirət üçün göndərilibdir. Bu dünyada, yəni insanların ağlı düşüncəsi var. Özləri seçməlidirlər, özləri seçəcəklər nəyin halal, nəyin haram olduğunu, hara gedib getməməli olduqlarını, nəyi yeyib, nəyi içməli olduqlarını. Din bu şeylərə qarışmır. Bax, buna sekulyarizmin dünyəvilik tərəfi deyilir. Yəni, dini dəyərlər insanın dünyasına qarışmır. Halbuki biz Qur'an ayələrinə baxsaq, görürük ki, Qur'an bu dünyamız üçün gəlibdir və bu dünyamızı abad elədikdən sonra, sonrası da yoxdur. Elə abad elədiyimiz anda axirətimiz də abad olur. Əgər biz bu dünyada Allahın halal dediklərini yerinə yetiririksə, axirətimiz də abad olur. Allah bizə haram dediyi şeyləri eləyiriksə, axirətimiz də xarab olur. Və insanın xaliqi, yaradanı Allahdır. Və o insanın daha çox nəyə ehtiyacı olduğunu bilir. Və ona görə dünyəvilik deyə bir anlayış İslam baxışında qəbul edilə bilməz. Və biz müsəlmanıq. Bizim sekulyar bir anlayışımız yoxdur. Sekularizmin siyasi, yəni din siyasətdən ayrıdır və din cəmiyyətdən, ictimai işlərdən ayrıdır tərəfləri də var. İnşallah gələn səfərki söhbətlərimdə bu mövzulara da toxunacağım. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuh.